Süd vəzi xərçəngi əllə hiss olunacaq ölçüyə çatanda artıq xəstəliyin irəliləmiş mərhələsi hesab olunur. Çünki süd vəzi xərçəngi artıq əllənən ölçüyə çatana qədər uzun müddət vaxt keçir və bu müddət ərzində də xəstəliyin yayılma ehtimalı yüksəkdir. Bəs necə biz xəstəliyi əllənən ölçüyə çatmamış vaxtında aşkar edək? Bunun üçün sadəcə olaraq vaxtaşırı həkim müayinəsinə gəlməyiniz məsləhətdir. Çünki süd vəzi xərçəngi birdən-birə yaranmır, uzun müddət zaman lazımdır ki, o inkişaf eləsin. Yəni xərçəngönü xəstəlik olur və növbəti mərhələdə xərçəng və invaziv xərçəng, daha sonra isə əllənən, artıq iri ölçülərə çatmış şişi siz əlləyə bilirsiniz. Vaxtaşırı olaraq əgər həkim müayinəsində olsanız, həkim sizi xüsusi müayinələrə yönləndirəcəkdir. Çünki hər bir müayinəni hər kəs edə bilməz. Yəni müayinələr individual olaraq seçilir və bu müayinələrə əsasən biz pasiyentə tam sağlamsan, süd vəzlərində heç bir şey yoxdur və yaxud da hər hansı bir problem varsa, onu aradan qaldırmağı biz bildirə bilərik. Bəzən xərçəngönü vəziyyət aşkar edirik, bəzən xərçəngi ən erkən dövrdə bu müayinələr vasitəsilə aşkar etmək mümkündür. Ona görə də əziz xanımlar, hər zaman sağlamlığınıza qarşı diqqətli olun və vaxtaşırı olaraq süd vəzi müayinəsindən check-up müayinəsi kimi bu müayinələri artıq təyin edin və vaxtaşırı olaraq süd vəzi müayinəsindən keçməyi unutmayın.